Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem. Buyurur ki Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber söylemeyim. Güneşin üzerine doğduğu her bir şeyde benim için sevimlidir. Allahu ekber. Görün böyle zikirlerdir. Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Hamısı Allah təzimdir, tövhiddir, tərifdir. Allah'ı uzatmaktır. Bu zikirleri söylemeyim. Güneşin üzerine doğduğu her bir şeyde benim için sevimlidir. Dünya ve içindekiler. Deməli Allah'a zikir böyük bir ibadettir kardeşler vallahi. Ve la zikrullahi ekber. Allah'a zikir böyük bir əməldir. Allah Teala gör kitabında ne buyurur? Diyor ki ya eyyuhellezine amenu. Ey iman getirenler. La tulhikum amvalukum ve la evladukum an zikrillah. Ey iman getirenler. Mallarınız, övladlarınız sizi Allah'a zikirden yayındırmasın. وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَاُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ. Kim belə eləyərsə, yəni kimi yayındırarsa, bax onlar ziyan çəkənlər. Allah var. Deməli, əgər var dövlətimiz, övladlarımız bizi Allah'tan uzaqlaşdırırsa, qardaş, biz ziyan içərisindəyik. Xusrandayıq. Mal dövlət də lazımdır. Ailə də lazımdır. Lakin bunlar bizi Allah'tan uzaqlaşdırırsa, deməli, batıb gedirik, qardaşlar. Ziyandayıq, xusrandayıq. Həmçinin başqa bir ayədə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu. İza laqitum fi'atan fasbutu." Ey iman gətirənlər, kafir bir dəstə ilə qarşılaşdığınız zaman, yəni döyüşdə sabit olun, möhkəm olun, qaçmayın. "Vazkurullaha kesiran la'allakum tuflihun." Allahı çoxlu zikr edin ki nicat tapasınız, hətta döyüşdə belə. Deməli insanın döyüşü nicat tapması üçün belə Allahı zikr etməsi lazımdır. Böyle çoxlu zikr edin ki nicat tapasınız. Bəzi adamlar var döyüşə zikr yaddan düşməz, namaz yaddan düşməz, hələ döyüşü qoyaqaraq. Adi müsəlmanlara bax, dünyavi işlərinə görə zikir, namaz hamısı yaddan çıxır. Cümləyə gəlmir, işə görə. Namazlarını əda eləmir, işinə görə. Qoy pensiya çıxım, işimi qurtarım, iş tapım, evlənim, dünyasına görə. Allah Teala kitabında hələ cihaddan danışır. Deyir, cihadda nicat tapmaq istəyirsənsə, yəni qələbə qazanmaq istəyirsənsə, Allah çoxlu zikr elə ki nicat. Hətta cihadda belə. Cihadı qoyaq. İnsanlar adi həyatında, qardaşım, nəinki zikri? Demiş hələ zikr. Namazına görə, qardaş, görsən, dünyasına görə namaza gəlmir. Dünyasına görə namaz qılmır, cüməyə gəlmir. İbadət əhlindən biri. Görsən cümələrə gəlmir. Niyə işləyirəm, işləm bıraxmır? Və yaxud nə bilim, namazlara gəlməyən cəmaat namazı niyə işləyirəm, çatdıramıram? Elm məsələni iştirak edirəm, niyə işləyirəm, çatdıramıram? Namazı qılan kimi qası zikr eləmir, niyə iş tələsirəm, filan kəs gözləyir, məsələn. Ya filan işi görməliyim və s. Namazın zikirləmir, eləmir. Səhər axşam zikirlər yoxdur, yatır, qalır və s. və ilah, hamısı dünyaya görə. Yorğunçuluq və s. zikir eləməyə vaxt var, qardaş. Və dünyanın o qədər məşğuldur ki, gündəlik zikirlərini eləməyə vaxtı yoxdur, qəflətdən unudub gedib. Allah zikir eləmir, niyə? Övladlardır, var dövlətdir, işdir, gücü bunu Allah'tan yani. Bir kimin halı belə olarsa nədir? Ziyan çəkənlər də xüsrandadır, qardaş. Hətta döyüşdə belə insan nicat tapması ilə görə Allah'a çoxlu zikr etsin, vallahi. Əzəmətli bir ibadət. Baxın görün Allah Teala başqa bir ayədə nə deyir? Ricalun la tulhihim ticaretun ve la bey'un an zikrillahi ve iqamis salat ve itaiz zekah. Yəni kişilər var ki, ticarətləri, alış-verişləri onları Allah zikirdən, namazdan, zəkat verməkdən yayındırmaz. Allah onları nə adlandırdı? Kişilər. Yaxafuna yawman tetaqallabu fihi'l qulubu vel absar. Onlar qəlblərin və gözlərin çevriləcək gündən qorxarlar. Qiyamət gün halından, dəhşətindən, vəhşətindən. Alış-verişləri, ticarətləri Allah zikirdən, namazları zəkatdan yayındırmaz. Bugün dünyasına görə namaz qılmayan nə qədər insanlar var. Dünyasından keçə bilmir, zəkat verməyən nə qədər insanlar var. Allah zikr etməyən nə qədər insanlar var. Allahu akbar, sən o gün nə edəcəksən? Elə bir gün ki, o gün insanın qəlbi də gözləri çevriləcək, gözlər bərələcək, insanlar içərisində ziyana uğrayanlar olacaq, qəm, qüssə, kədərdə boğulanlar olacaq, qardaş. O gün nə edəcəksən? Əgər sənin namazın yoxdursa, zikrin yoxdursa, zəkat çıxartmırsansa, dünya manı hərissənsə, o gün nə edəcəksən? Nicat tapmağı düşünürsən? Subhanallah, insanların halı çox qəribədir, vallahi. Bugün ətrafa baxanda cəmiyyətdə və digər cəmiyyətdə görürsən, nə qədər bədbəxt insanlar var. Həyatının mənasız şeylərlə keçirən bu çədə nə qədər insanlar var. Allahu akbar. Nə namaz var, nə zikir var, nə sədaqəsi var.
5 manat verəndə də bütün Azərbaycan bildi. Subhanallah. O hamısı bizə niyə görədir bəzilərində? O günahlarını örtbasdır eləmək üçün. O bəzi insanlar var, aşağı insanlar, özü düz məşhur olsa da aşağı insanlardır, qardaş onlar. Ondan Allah qatında dəyəri var, yoxdur Allah hələ. O günahlarla nə dəyəri olacaq? Özünü aldadıb, şeytan aldadıb onu. Bəzən öz müəyyən o münkər pis əməlləri kölgədə qoymaq üçün kiməsə nəsə verir, bir yetimin başına sığal çəkir, bir yetimlər evinə gedir, bir qurban əti verir, bir pul para verir, onu da bir reklam edir. Həm görsün ki, həm bu yaxşı iş görəndir, həm də öz günahlarının kölgədə qoyması üçün. Subhanallah. Belə şeylərin xeyri yoxdur. İnsan ixlaslı olmadıqca, günahlardan çəkinmədiysə, qardaş, nicat tapmağı düşünmür. Alışın, verişin, ticarəti, insanın hətta ailəsi belə Allahdan yayındırırsa, vallahi yəni o adam nicat tapmaq məsələsi çətindir. Qiyamət günü halı nə olacaq? Necə olacaq? Başqa bir aya bax, bir Allah təala nə deyir? وَذَاكِرِينَ اللّٰهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا. Əhzab surəsində Allah təala buyurur ki, Allahı çoxlu zikr edən kişilər və qadınlara gəlincə Allah onlar üçün məğfirət və böyük savab, əcr hazırlamışdır. Kimlər üçün? Allah çoxlu zikr edən kişi və qadınlar üçün. Deməli, Allah zikr eləmək, çox zikr eləmək insan üçün nicatdır. İnsan üçün qurtuluşdur, zəfərdir və böyük mükafatlar, savablar var. Amma heyflər olsun ki, bir çox insanlar bundan qafil qalır. Hətta biz də belə görürsən, öz aramızda baxar, hər kəs gəlir özünə nəzər getirsin, özünü hesaba çəksin, görərsən ki, nə qədər günlərimiz olub ki, vaxt belə səmərəsiz keçir. Zikr olmayıb, qəflətdə olmuşuq, günahlar da olub. Ona görə insan daima tövbə, istiğfar edərsən, mən nə dedim qardaş, vallahi çoxlu tövbə eləmək, istiğfar diləmək. Allah zikr eləmək, xatırlamaq, xüsusən bax bu zikirlər, subhanallah, velhamdülillah, və la ilahe illallah, və allahu akbar. Nə qədər vaxt getdi? 3 saniyə. Bu zikirlər, günəşin üzərinə doğduğu bütün hər bir şeydən Allah üçün sevimlidir. Allah'a sevimlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm mənim üçün hər şeydən sevimlidir. Çünki Allah'a zikr var, Allah'a təzim var, Allah'a xatırlatmaq var. Allah'a təkləşdirmək var, tövhid var ona görə. La ilahe illallah ən əzəmətli zikir. Bunu niyə söyləyəməyək ki, qardaş? La havlə və la quvvətə illə billah. Bu zikir çoxlu demək lazımdır. Nə qədər çox deyərsən, cənnətdə ağacların, bağların, bağçaların sayı daha çox olar. Bu zikir hər dəfə deyəndə bil ki, cənnətdə bir ağac əkildi sənin üçün. La havlə və la quvvətə illə billah. Dedə nə var ki, bana gərək deyək, demirik. Sadəcə olaraq, dünya bizi o qədər məşğul edib ki, naz nemətləri, şirinliyi məhrum olmuş belə zikirlərdən. Belə baxanda adi bir şeydir. 3 saniyə vaxtım getdi. Bəzi oturur, misal üçün bir boş olanda alırıq telefon əlimizə mənasız şortlara baxırıq, nəyə baxırıq. Gedir də görün ayda ki 1 saatda gedib hələ düzəlmək bir şeye baxmamız. Və ya gedir svetoforda dayanmışam, zikr edir. Maşın sürsən probkadır. İzdiham çoxdadır. Xat çoxda görsəndə Bakıda vəziyyət necədir. İşdən gələndə, işə gedəndə müəyyən vaxtlar var da tıxaz. Elə əsəbləşib qabadakı maşın sürüncə, sür də və s. Bu nə probkadır, bu nə tıxazdır, əsəbləşincə nə bilim. O kadar zikr edir. Subhanallah, velhamdülillah, və la ilahe illallah, və allahu akbar. O vaxt səmərəsiz olacaq. Yox vallahi. Deyirsən ki, nə yaxşı ki tıxazda qalmışdım ya Rab. Sənə həmd olsun. Tıxazda qalmaq kimlər üçünsə müsibətsə mənim üçün xeyir oldu. Niyə? Bu vaxt ərzində yarım saat, 1 saat tıxazda qaldım ki, Allah'ı zikr elədim. Yarım saat Allah'ı zikr elədim, Allah'ı xatırladım. Bu tərəfdən baxanda peşmançılıqdır yoxsa sevinç fərəhdir? Vallahi sevinçdir. Və niyə peşman olur? Çünki vaxtı səmərəli istifadə edə bilmirik. Bu nə oldu? Bu tıxac qurtarmadı. Allah bunlara hidayət versin. Belə şey olurlar, hara baxırlar və s. Deyməyin nə mənasını? Başlığa onu 100 dəfə subhanallah deyən deyilsən də, düzdür qardaş, demirik də. Kimdə başı 100 dəfə la ilahe illallah deyən. Elə fürsət denən də qardaş, elə bir ki, əlhəmdə fürsət düşüb. Zikirlərimi söylə. Səhərsə səhər zikirləri, axşamsa axşam zikirləri. Vallahi faydasız olmur bax. Sadəcə olaraq bizim baxış tərzimiz dəyişib də, başa necə? Bu tərəfdən baxanda xeyirdir. Əlhəmdülillah, vaxtım səmərəli keçdi, 1 saat olsa Allah zikr elədim. Başqa da eləməyəcəkdim. O tərəfdən baxsaq, bu nədir, belə probkalar. Ancaq peşmancı əsəb səhər işə qalmayacaq. Həmən gün əsəbi keçəcək, gəldin, evə çatdınsa, hirsi və ailəvə tökəcəksən. İşə gedəndə də işədə konflikt, kollegalarla və s. Qardaş, səmərət keçirəndə, vallahi, bu tərəfdən baxanda, Allah həmd olsun, tıxacda qalmaq xeyriymiş. Allah zikr edim, zikirlərimi söylədim. Quran əzbərim varsa, Quran təkrarladım və s. Baxış nöqtəsini dəyişmək lazım.